Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Aysun İsmailova izləyiciləri ilə bir gününü paylaşıb. Belə ki, o bir gün ərzində etdiyi işləri izləyiciləri ilə bölüşüb. O eyni zamanda qızı ilə vaxt keçirib və mətbəxdə də öz məharətini göstərib və anası Rəqsanə xanımdan heç də geri qalmadığını göstərib. Həmin görüntülər Qızlar deyirəm ki, günə pozitiv başlayaq. Bu mahnı gələndə mən qəribə bir pozitivliyə köklənirəm. Çox sevirəm mahnını. Yəqin ki, ritimlərdəndir, bilmirəm. Amma bu əsas da burası. Yolum kapandı yaralar. Geldim annenin yanına. Görün burada kimler var. Vay! Neter sen aşkım. Hoş gelmişsin. Sağ ol Nurayna xanım. Ben yazılmıştım. Asış kimden video çəkirəm. Geldik. Bugün ne yesin mənə? Hakkım edeceğim. Bu nedir? Programsız asıl çeksen ne günde? Heç nə olmasa həmişə gözəlsin. Her halinle güzelsin. Çok güzelsin. Rumyananı yiyeyim az. Rumiyana çekmişim bugün. Ben işini çekmemişim. Başımın gününe var. Utansan hiç. Sen belə halinle de güzelsin. Canım ablam. Yine maska eləyəcək. Baxımı bitirdik. İndi keçirik Nurayne'nin en sevdiği muklavkası. Havalı muklavka. Normalde havalını eləyə bilməyənlər şapkayla vurur, sonra da buradan yapıştırırlar. Sonra açırsan ki dibi yapışıb, ucu belə düşüb. Ama onun havalı tapkası çok geçen gözü, dağınık bir şey olur. Yani su dalgası olmur da, böyle geçen havalı olur. Canım benim. Hemen saçlarımın üstüne geldi. Yani ikinci bir üçtü. İkiydi bu. He. Yani 10. seansını başa öyrətdim, hər şey istəyirdim. Öyle gəlmişən görüşəm. Birinci dəfə deyil ki. Yo, burada neçə il bundan qabaq eləyirdik də. O öz saçlarım neydi hamısı? Neçə o düzələcək yeni. Demək, ara sıra mənim canım komandam məni sevindirmək üçün bana böyle şeyler yapıyorlar. Bunu dünən sağlıq gətirib mənə. Can ana qurban. Ne olmuşdu? Səni almamışdılar. Seni almadılar kızım. Anaya aldılar, sen kaldın hayatım. He tutun. Ne diyorsun nasıl orada? Kızım. Yuxudan durdun ana kurban. Sen delik gün ortan xeyir. Danışmaq istəyir. Potus, danışmaq istədin ana. Ne tirillədin? Elə baxım. Elə. Elə baxım. Eləmirsən? Poşu danışmaq istəyir. Hə dostlar, Sevgini gönderdik parka. Sevgi parka getdi. Dedim hava qəşəngdir. Nənəm də bizə qonaq gəldi. Dedim çıxım balkonda oturağın çay içəyin. Bu arada sizə nə deyim? Bunu keçən dəfə suya ilə hazırlamışıq. Belə bir protein mənbəyidir, şəkərsiz. Yəni şirniyyat da gedir də bu. Bu da şirniyyatdır, amma dietik sayılır da əslində. Sadəcə olaraq bol vitaminlidir. Burada var xurma, qurusu və ləpələr. Biz xurmanın qabığını soyduq, doğramaçdan keçirtdik. Doğramaçda doğrayıcıda nədir ona? Ondan keçirtdik. Sonra qəşəng ləpələrin hamısını qovurdum. Mən nə vurdum? Fındıq, qoz, badam. Ama siz zövqünüzə görə vura bilərsiniz. Qovurduq, sonra onu doğrayıcıdan keçirtdik. Sonra ikisini də qarışdırdıq bir-birinə top halına gətirdik.
Bu Instagramın da bu şey olmuyor da, sözünü deməmiş kəsir. Hə. Qəşəng əlinizdə onu belə top formasında eləyirsiniz. Sonra üstünə də kakoz əlavə eləyirsiniz sadəcə olaraq. Kakoz dişinə bizdə su el baxır. Hə, kakozdur, bir də xurmanın qabığını soymaqda o işte su el baxırdı bax. Hə? Belə bir şeydir. Gerçekten bunları hazırla, bırak satışa. İndi sən su el. Məncədən. Qəşəng pul var o yüzden. Bir hazırlayaq ikimiz. Yaydı məktəbin yoxdunuz. Mənim də toyum yoxdur. Bütün günü hazırlayaq. Pakovkanı da verəlim nənəm eləyəm. Ürəyiniz yerinə düşdü mü Sevgi xanım? Anaya gül alınmışdı, sən qalmışdın. Nə alıblar? Baxım Aygün, çəkil görüm. Bu nədir xalası? Bu Sevgindir. Bu nədir ki? Au, nədir o qızım? Anadan qalma geri. Hə, şimdi nənəm bir bizə qonaq gəlir. Mən ödəşən dukovkada oyunun qolunu düşürəcəm. Bunu öncə falqanı kəsirəm. Böyle kəsməyəm ki, qolunun falqaya tikəcəm ki, qəşəng pişsin. Səs-küydən bilmirəm, mənə eşidirsiniz ya, yox. Kəsdim falqamızı. Bu hazır. Sonra burada sos hazırlamışam. Daha doğrusu sos. Düz dedim də. Sos. Hə. Hazırlamışam. Bunun içine nə əlavə eləmişəm? Soya, zeytun yağı. Bir dənə bir şey var, o benim sekretimi söylemiyorum. Və bəzi ədviyyatlar əlavə etmişəm. Və duz. Duz istiyordum. Əlavə eləyəcəm. Qəşəng belə qarışdırım öncə. Sonra əlavə eləyəcəm. İyiyə bax, suyu. Gözəl. Sosun iyisine bax sən canım. Soya neydi? Ne deyir? Ne de istemek. Çok ne geçiyorsun? Şimdi bağlayıram. Hava tutmasın. Ne güzel bağladım. Falqamız nəzik falqa olduğundan belə deyəcəm. Bu belə getdi. Şimdi bunun yanına qəşəng kartoşka soğan zat qoyarıq. Onu da falqada qoyum, köz bir olsun. Güzel. Demək, yeməyim qəşəng bişib. Elə bişibdi ki, belə buradan belə göstərim. Belə sümükdən özü aralanıb da, yəni ətin. Çox qəşəng. Yanına da kartoşka eləmişdim belə və soğan atmışdım. Onları da falqada atdım. Çox qəşəng olub. Aygünlə biz yeyə bilmirik, sümüyünlə belə oynayırıq. Kofe biz imkan vermir yeməyə, amma qurdumuzu öldürürük də, belə deyim. Nəfərdir, nənə? Allah, əllərin qadasın. Azal eləməsin. Mənimki budur, bax, soğan zat belə. Heç kəs inanmaz ki, sən belə şeylər əmələ gətirirsən, pişirirsən. Ham elə bilir, quru gedib, quru gəlirsən. Aha, gördünüz? Bəh. Nəsə. Sabahınız xeyirli, gününüz uğurlu keçsin inşallah. Yeni uyanmışam. Sevgi saat 7-dən oyanıb. Mən də təzə oyandım. Bugün hava deyəsən çox küləkli olacaq, amma mənə gəlir gün orta yenə isti olacaq. Amma belə olsa nə gözəl olar. Mənim istiyə heç dözümüm yoxdur. Mesela vitaminimi içeyim.
Haralara qalxdın? Kofe içdin Aygün? Bəli, içdim. Necəsən indi? Qəşəng, aclıq yox, çörəyə heç Görürsünüz. bir dənə çörək yemək. Bax qızlar, mənə deyirsiniz ki, axı diyeta tuturdunuz. Mən diyetanı hamiləlik dövrəmində və hamiləlikdən sonra tutmuşam. Amma əziyyət çəkirdim da, neyiniyim ki? Diyetanı saxlayırdım, yanımda kimsə nəsə yeyəndə mən də onları istəyirdim. Nəfsim çəkirdim. Düzdür, mən diyeta ilə çox arıqlamışam, amma nəfsimi öldürə bilmirdim də. Kimsə yanımda xəngəl yeyirdi, mən də yemək istəyirdim. Belə, hay can ölüm. Ölməz. Ananın ürəyi. Bax, yenə qubal olmaz dişləri ağza. Balıq. Hə. Yəni, ura! Hə, yəni ki, yanımda kimlə yeyirdi, ürəyim istəyirdi də. İştahımı kəsə bilmirdim. Mənə lazım idi iştahımı kəsmək. Yəni, kofeyə ona görə keçmişəm. Mən demirəm, hamı alsın, içsin bu dəqiqə. Mənə və Aygünə bizə çox düşür. Biz ondan çox gözəl çək atmışıq. Ürək döyüntüsü vermir bizə bəzi kofelər kimi. Yəni o doğrudan da ürək çırpıntısı falan elə şeylərim yoxdur, rahat içirəm. Yəni kimsə məsləhətdir də, yəni içmək istəyirsə için. Bu bir önəri, belə deyim.